Rusiyanın İr-Air aviaşirkəti Rusiya regionlarından Bakı istiqamətində yay uçuş proqramının genişləndirdiyini açıqlayıbdır. Yayılan cədvələ əsasən iyun ayında Moskva-Bakı marşrutu üzrə uçuşlar həftədə 2 dəfə həyata keçiriləcəkdir. Eyni tezlik Orenburq-Bakı istiqaməti üçün də nəzərdə tutulub. Nijnevartovsk və Krasnoyarsk şəhərlərindən isə reyslər həftədə 1 dəfə yerinə yetiriləcəkdir. Bu istiqamətlər əsasən Sibir və Ural bölgələrində yaşayan sərnişinlər üçün nəzərdə tutulubdur. Bununla yanaşı iyun ayından etibarən Çilyabinsk-Bakı, Çilyabinsk marşrutda istifadəyə veriləcəkdir və bu reyslər həftədə 1 dəfə icra olunacaq. Şirkət hesab edir ki, yeni istiqamət həm turistlər, həm də işgüzar və ailə səfərləri üçün maraqlı olacaq. Beləliklə, aviaşirkət iri tranzit mərkəzlərdən yan keçərək regionlardan birbaşa uçuşların sayını artırmağa çalışır və bununla da sərnişinlər üçün daha əlçatan marşrutlar təqdim edir. Qeyd olunur ki, bütün tariflərə 10 kiloqram əl yükü və 20 kiloqram bagaj daxildir.